Quran oxumaq azalıb. Buna görə istəyirəm toxunasınız bu məsələyə ki, yəni Qurandan uzaq qalmağın fərd və cəmiyyət üzərində olan o mənfi təsirləri var. Bəli. Bu məsələyə toxunasınız. Elhamdülillahi vəhdəh və salatu və selamu alə mən lə nəbiyyə bə'də. Qardaşımız gözəl bir məqama toxundu. Xüsusən də artıq Ramazan ayı 2 aydan sonra Allah müvəffəq etsə, nəsib etsə, Allah hər birimiz nəsib etsin. Ramazan ayı gəlir, yaxınlaşır. Və hər bir mömin, hər bir müsəlman Qurani Kərimi öyrənməlidir. Öyrənməlidir və Ramazan ayında da, bu Ramazan ayı Qurani Kərim ayıdır. Qurani Kərim ayıdır və qardaşımızın da buyurduğu kimi bir çox müsəlmanlar Qurani Kərimdən uzaqdırlar. Qurani Kərimi oxumurlar. Yalnız namazda oxuyurlar Qurani Kərimi. Və Qurani Kərimdən uzaq olmağın fərdə və cəmiyyətə çox böyük zərbəsi var, çox böyük təsiri var möhtərəm qardaşlar. Çünki Qurani Kərim hər bir şeyi özündə əhatə edir. Böyük alimlərdən birisinə soruşurlar ki, və bütün elmləri biz hardan ala bilərik? O buyurur ki, hansı elmi istəsən Qurani Kərimdə var. Bütün elmlər, əqidədə, fiqdə, ailədə, hər bir məsələ Qurani Kərimdə var. Ona görə bir fərd, toplum Qurani Kərimdən uzaqlaşarsa, möhtərəm qardaşlar, o toplumda xeyir bərəkət olmaz. O insanda xeyir bərəkət olmaz. Çünki bütün xeyirlər Quranda cəm olub. İnsan onu oxumalıdır, tədəbbür etməlidir. Əgər onu unudarsa, Allah da onu unudar. Çünki Allah Subhanahu wa Ta'ala Qurani Kərimdə buyurur ki: "Və men a'rada an zikri fe inne lehu ma'işeten danka ve nahşuruhu yevmel kıyameti a'ma." Kim bizim zikrimizdən, bizim sözümüzdən, zikrimizdən üz döndərərsə, fe inne lehu ma'işeten danka. Biz ona sıxıcı bir həyat verərik. Və düşünün ki, bir insan Allahdan uzaqlaşdıqca, Qurandan uzaqlaşdıqca o sıxıntı gəlir ona. Sıxılır. Çünki onun rahatlaşdıran Allahın zikridir. Və sonra Rəbbimiz buyurur ki: وَنَحْشُرُهُ يَوْمَ الْقِيَامَةِ أَعْمَى. Onu qiyamət günü kör olaraq həşr edərik. Və o insan deyər ki: قَالَ رَبِّ لِمَ حَشَرْتَنِي أَعْمَى. Ey Rəbbim, məni nə üçün kör həşr etdin? وَقَدْ كُنْتُ بَصِيرًا. Mən çünki görürdüm dünyada. Allah Subhanahu wa Ta'ala nə buyurar ona? قَالَ كَذَٰلِكَ أَتَتْكَ آيَاتُنَا فَنَسِيتَهَا وَكَذَٰلِكَ الْيَوْمَ تُنْسَى. Bizim ayələrimiz sənə gəldi, sən onları unuttun, bugün də sən unudulursan. Ona görə möhtərəm qardaşlar, ayətləri unutmaq, onları oxumamaq, onlara tədəbbür etməmək, qiyamət günü onun aqibəti bu ayət kərimədədir. O qiyamət günü unudular və deyər ki, Rəbbim, nə üçün məni kör həşr etdin? Allah Subhanahu wa Ta'ala buyurar ki, çünki ayətlərimiz sənə gəldi, sən onları unuttun, bugün də sən unudulursan. Ona görə möhtərəm qardaşlar, Qurani Kərimə sarılmalıyıq və övladlarımıza da öyrətməliyik, ailəmizə də öyrətməliyik və topluma da bunu təşviq etməliyik. Çünki bütün xeyirlər Qurani Kərimdədir. Qurani Kərim nədir möhtərəm qardaşlar? Rəbbimizin kəlamıdır. Bizi yaradan uca Rəbbimizin kəlamıdır. Ona görə bütün xeyirlər oradadır. Hər zaman ona, hər gün vaxtımızı ayırmalıyıq, oxumalıyıq və baxmalıyıq ki, Rəbbimiz bizdən bu ayət kərimələri nə istəyir? Tədəbbür etməliyik. Çünki iman onunla qalxır, onunla artır. Necə ki, Ənfəl surəsində İnnəməl mu'minunəl-ləzīnə izə zükirəllahu vəcilət qulubuhum və izə tuliyət aleyhim əyətuhu zədəthum imanə. Deyir, möminlər o kəslərdir ki, Allahın adı xatırlandığı zaman onların imanı artar. İnnəməl mu'minunəl-ləzīnə izə zükirəllahu vəcilət qulubuhum. Allahın adı xatırlandığı zaman onların qəlbi titrəyər. Və izə tuliyət aleyhim əyətuhu zədəthum imanə. Allahın ayətlərini, Qurani Kərim oxunduğu zaman onların imanı artar. Zədəthum imanə. Ona görə Qurani Kərim, möhtərəm qardaşlar, imanın artmasının ən böyük səbəblərindəndir. İnsan Quranı oxuyur, onu tədəbbür edir
və beləliklə imanının artmasına səbəbdir, təkandır və Qurani Kərimsiz də həyat yoxdur möhtərəm qardaşlar. Bir insan Quranı oxumursa, onu tədəbbür etmirsə, heç vaxt xeyrə və doğru həyata çata bilməz. İmanı əldə edə bilməz. Və iman da Qurani Kərimi tədəbbür etməklə artar. Ona görə öz nəfsimə, sonra da sizlərə tövsiyə edirəm ki, Qurandan möhkəm sarılaq. Övladlarımızı da buna sarılmağa təşviq edək ki, xüsusən də Ramazan ayı gəlir, ona kimi oxuya bilməyənlər də Quranı öyrənsin və Qurani Kərim ayı gəlir. Ramazan ayında Qurani Kərim nazil olub və ona kimi 2 ay var, ona kimi Quran öyrənmək olar, öyrənməyənlər öyrənsin və hər bir hərfinə də 10 savab var.